Salam dostlar, hər vaxtınız xeyir. Bu videonu hazırlamaqda məqsədim əsasən son zamanlar yoldaşlarımızın fin kodla bağlı yaradığı çətinlikdir. Əslində bu çox xırda məsələdir. Sadəcə biraz qarışıqlıq olur deyə, bu barədə məlumatımız azdır deyə biraz xırda problemlər ortaya çıxır. Fin kod əvvəlcənin anlayışını verək. Bəzən bunu pin kodu ilə qarışdırırıq. Pin kod tamamilə ayrı bir şeydir. Kompüterlərdə, telefonlarda, elektron cihazlarda, yəni ki, məxfi şifrələrlə bağlı olan anlayışdır. Fin kod isə tamam ayrı anlayışdır. Bu, Azərbaycan Respublikasının vətəndaşlarının şəxsiyyət vəsiqələrində olan fin kod, yəni ki, açılışı fərdi identifikasiya nömrəsi. Bu kod bizə nə zaman lazım olur? Bu, əsasən biz elektron hökumət portallarına daxil olanda, qeydiyyatdan keçəndə, əsasən son zamanlar Dövlət İmtahan Mərkəzinin, keçmiş adı ilə Tələbə Qəbul üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın indiki qurum artıq birləşib Dövlət İmtahan Mərkəzi. Onun həyata keçirdiyi imtahanlarla bağlı qeydiyyata düşərkən, qeydiyyat yaradarkən bizə fin kod tələb edir və biz də bunda bəzən çətinlik çəkirik, qarşılıq olur və buna görə də qeydiyyatdan keçə bilmirik, müxtəlif problemlər yaranır. Əslində bu çox xırda bir şeydir. Sadəcə dediyim kimi məlumatsızlıqdan əmələ gəlir, az məlumatlı olmaqdan əmələ gəlir. Fin kodu öyrənmək üçün bir şəkil var. Mən də bunu internetdən yükləmişəm. Bu şəkil çox yaxşı izah edir. Gördüyünüz kimi burada şəxsiyyət vəsiqəsi ilə bağlı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi. Burada seriya nömrəsi, seriya budur, 3Az, nömrə isə budur. Fin kod isə burada göstərildiyi kimi şəxsiyyət vəsiqəmizin aşağıda sağ tərəfdə son 8 simvoldan lap axırıncı simvolu saymamaq şərti ilə sağdan sola 7 simvol burada gördüyünüz kimi çəhrayı rənglə işarələnmişdir. Burada 7 simvol götürüb, sağdan sola 7 simvol götürüb, yazanda isə soldan sağa. Yəni ki, burada 3D hərfi, MF49 bu hissəni, ümumiyyətlə bu hissəni götürürük, yazanda isə 94 FM DDD yazarıq. Bunu bilmək üçün bir yoldur. Bundan başqa bunun bir Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin həyata keçirdiyi elektron xidmətlərdən biri də bunun üçün daha unikal vasitələrdən biridir. Bunun üçün ilk öncə brauzerimizi açırıq və burada Ədliyyə Nazirliyinin elektron xidmətlərdən biri olan e-xidmət.justice.gov.az elektron ünvanına daxil oluruq. Bir də bizə fin kod bayaq dediyim ki, əsasən dövlət orqanlarının elektron xidmətlərində qeydiyyatdan keçərkən əsasən lazım olur və imtahanlarla bağlı bizə lazım olur. Bir sözlə, bu bir çox yerdə qarşımıza çıxan, indi və gələcəkdə çıxacaq bir şeydir. Bunu daha rahat bilməyimiz indidən yaxşıdır. Bu sayt gördüyünüz kimi elektron xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən biridir. Burada sol tərəfdə müvafiq bölmələr var. Burada bir çox bölmələr vardır. Notariusla bağlı, qeydiyyatla bağlı, hüquqla bağlı, mətbuat, icra qurumları və s. Yəni Ədliyyə Nazirliyinin tabeliyində olan qurumlarla bağlı bir neçə elektron xidmət bir ünvanda cəmləşmişdir. Bizə lazım olan əsas isə sol tərəfdə olan bu bölmədir. Burada adı tam yerləşməyib, açılışı isə belədir. Azərbaycan Respublikası vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya, yəni ki, fin nömrələr barədə məlumatın verilməsi. Açılışı belədir. Bunun üçün biz bu bölməyə daxil oluruq. Və bu bölmə açılır. Burada gördüyünüz kimi Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi bölməsi açıldı. Burada biz iki cürə öyrənə bilərik finimizi, yəni fərdi identifikasiya nömrəmizi. Burada şəxsiyyət vəsiqəsi yanımızdadır, amma qarışdırırıq fini. Onun üçün şəxsiyyət vəsiqəmizin seriyasını, yəni bu 3 rəqəmli bayaq şəkildə göstərdiyim kimi 3 rəqəmli seriyasını və nömrəsini daxil edirik. Bundan sonra bu şəkildə robot olmadığımızı təsdiqləyən simvolları burada daxil edirik. Və axtar düyməsinə vururuq. Burada gördüyünüz kimi aşağıda göstərilən hissədə fin
fərdi identifikasiya nömrəmiz göstərildi. Bu eyni ilə şəxsiyyət vəsiqəmizdə də belədir. Bundan başqa əgər şəxsiyyət vəsiqəsi yanımızda deyil və bizə fin kodumuz lazımdır. Bunun üçün ikinci bir yolla, yəni ad, soyad, yəni bu ekran vasitəsilə adımızı burada Latin qrafika əlifbadan istifadə etmək lazımdır. Soyadımızı, atamızın adını və doğum tariximizi saxta göstərilən şəkildə bu hissəyə qeyd edirik. Bundan sonra isə qeyd etdik və yenə də bu şəkildə olan simvolları bura daxil edəcəyik. Simvolları bura daxil edirik. Demək, simvolları daxil etdikdən sonra yenidən axtar düyməsinə vururuq. Simvolu səhv daxil edim, bir dəqiqə. Yenidən simvolu bura daxil edirik. 8S2 və axtar düyməsini vururuq. Və burada gördüyünüz kimi, bayaqki kimi yenidən eyni ilə fərdi identifikasiya nömrəm, fin kodum göstərildi. Bu xidmətdən istifadə etməklə çox asanlıqla fərdi identifikasiya nömrənizi öyrənə bilərsiniz. Bayaq dediyim kimi, bu xidmət e-xidmət.justice.gov.az elektron portalındadır. Məndə burada yaddaşda var. Siz də bu formada burada gördüyünüz kimi daxil olursunuz və yuxarıda soldan bu bölməyə gəlirsiniz. Burada şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini yazıb, bu kodu yazıb, axtar düyməsinə vurmalı və ya şəxsiyyət vəsiqəsi yanınızda deyil, onda ikinci bir yolla, bu yolla ad, soyad və digər məlumatları daxil etməklə şəxsiyyət vəsiqənizin fin kodunu öyrənə bilərsiniz. İnşallah bu video işinizə yarar və bu xırda problem də aradan qalxar. Hamınıza uğurlar.